Və salam, hər şey bitdi. Sabah ölkə kubokunu qazanır. Onlar buna qədər Premyer Liqanın da qalibi olmuşdular. Doğrudan da müasir futbolda məşqçinin nə qədər vacib olduğunu, nə qədər önəmli rolda olduğunu biz bir daha Sabahın timsalında gördük. Böyük pulların ola bilər, böyük futbolçuların ola bilər, ağıllı rəhbərliyin ola bilər, mükəmməl idarə heyətinin ola bilər, infrastrukturun ola bilər, amma məşqçi, baş məşqçi amili bir nömrəli səbəbdir. Sabahda bax, əsas sir bu idi. Valdas Dambrauskas xarizmatik, ağıllı, işgüzar və özünə hörmət etdirməyə bacaran, özünə hörmət qazanmağa bacaran baş məşqçi Sabahla 2 titul qazandı, hansı ki buna qədər işlədiyi bütün klublarda demək olar ki uğurlu olmuşdu və doğrudan da uğurun demək olar ki bir nömrəli səbəbkarı bax bu adda, bu isimdir. Hər bir klubun xəyalındakı baş məşqçi deyə bilərik, dünyada olan hər bir klubun və Azərbaycanda uğur Qarabağı taxtdan salmaqla ölçülür. Bunu son olaraq Neftçi ilə Samir Abbasov etmişdi. Samir Abbasov yerli məşqçi olduğunu nəzərə alsaq, Valdas Dambrauskasın son illərdə ölkəmizə gəlmiş, bəlkə də müasir Azərbaycan futbolunda ölkəmizə gəlmiş ən yaxşı əcnəbi məşqçi olduğunu, məşqçilərdən biri olduğunu deyə bilərik. Bəs sizcə Sabahın uğur sirri nə idi? Yaza bilərsiniz bu barədə.